Əziz qardaşlar, dəyərli müsəlmanlar, əgər bir müsəlman Quran-ı Kərimdəki Allahın kitabına möhkəm sarılın ayəsini oxuduqdan sonra gedib dükandan Quran-ı Kərim alıb və ondan iki əllə möhkəm yapışmağı anlayırsa, demək ki, Allahın muradını anlamamışdır. Yəni Allah Teala ona, onun əmr və qadağalarına itaat etməyi əmr edir, o isə məsələni tamam fərqli anlamışdır. Allahın muradını yanlış anladığımız məsələlərdən biri də məhz bu misalda olduğu kimi israf məsələsidir, israf anlayışıdır. Allah Teala ayədə buyurur ki, ey iman gətirənlər, israf etməyin, şübhəsiz ki, Allah Teala israf edənləri sevməz. Əgər biz bu ayəni oxuduğumuz zaman, bu ayəni sadəcə, məsələn, çörək yediyimiz zaman onun qırıntılarının zibiliyə getməməsini, sudan istifadə edərkən qənaətlə istifadə olunmasını, elektrik enerjisindən istifadə edərkən qənaətlə istifadə olunmasını sadəcə bunları anlayırsa, demək biz də bayaqki misalda olduğu kimi gedib kitab alıb ondan möhkəm yapışan o müsəlmanın halına bənzər bizim halımız. Halbuki Allah Teala israf deyərkən sadəcə məsələləri bu 500 məsələyə bağlamır. İsraf anlayışı çox geniş bir anlayışdır. Bugünkü xütbəmizdə inşallah bu barədə bundan danışacağıq. Əlbəttə ki, çörəyin israf olunmaması, suyun israf olunmaması bu dinimizin əmr etdiyi məsələlərdəndir. Bunları riayət etməyimiz lazımdır. Lakin bəzən Allah Teala bizə sağı göstərir, biz isə sol tərəfə baxırıq. İnsan Allah Teala'nın yaratdığı ən dəyərli varlıqlardandır. Çünki Rəbbimiz bütün hər bir şeyi insan üçün yaratmışdır. Əgər insan vaxtının böyük bir hissəsini faydasız, lüzumsuz şeylərə sərf edirsə və buna adi bir şey kimi baxırsa, demək onun da israf anlayışı çox yanlışdır. Bir gənc vaxtının o gözəl çağlarını lüzumsuz şeylərə sərf edirsə, o gənc suyu israf etsə nə olacaq ki? Allah Teala israf etməyin buyurarkən eyni zamanda vaxtın da israf olmamasını nəzərdə tutur. Yəni israf anlayışı eyni zamanda ümidlərin, həyəcanın da israf olmaması bu israfın mahiyyətinə daxildir. Məsələn, biz bugün böyük bir ümidlə məscidə gəlmişik. Görəsən, xütbədə nə danışılacaq, nə söylənəcək, mən hansı faydaları əldə edə biləcəm deyiriksə və xütbəni irad edən əgər faydasız bir şeylərdən danışırsa, demək ki, xütbəni söyləyən kəs ən böyük israf etmiş sayılır. Əgər bir valideyn övladını Allahın izzasına uyğun bir şəkildə yetişdirmirsə, ona İslamı şuurda onu yetişdirmirsə, demək valideyn övladına qarşı ən böyük israfı etmiş sayılır. İsraf etməyin, həqiqətən Allah israfı sevməz deyərkən biz sadəcə çörəyin israf edilməməsi, suyun israf edilməməsi şəklində anlamamalıyıq. Bu məsələ, əgər belə anlayırıqsa, demək ki, Ramazan ayında, sadəcə Ramazan ayında ibadət edən, digər aylarda isə ibadəti tərk edən bəzi dırnaqarası dindarların etdiyi kimi etmiş sayılır ki, İslamı demək doğru anlamamış sayılır. Allah Teala Əraf surəsinin 31-ci ayəsində buyurur ki, ey Adəm oğulları, hər dəfə məscidə gəldiyiniz zaman gözəl libaslarınızı geyinin. Yeyin, için, lakin israf etməyin. Şübhəsiz ki, Allah Teala israf edənləri sevməz buyurur. Allah Teala ayədə öncə namazdan bəhs etdi. Sonra namazın necə əda edilməsinin ədəbini bizə öyrətdi. Yəni namaz qılarkən gözəl libaslarımızı geyinməliyik buyurdu. Sonra Allah Teala yemək, içməyin sərbəstliyini bizə bildirdi. Yeyin için buyurdu. Lakin sonra nə buyurdu? İsraf etməyin buyurdu. Biz bəzən bu ayənin sadəcə yeyib içmək, israf etməyin əmrini sadəcə nəyə bağlayırıq? Yeyib içmək məsələsinə bağlayırıq. Halbuki eyni ayənin daxilində Allah Teala öncə nədən bəhs etdi? Namazdan bəhs etdi. Demək ki, bu namaza da aid bir əmrdir. Namaza da israf vardır. Namaza da israf ola bilərmi deyə soruşsanız, bəli, Allah Teala buyurur. Namaza israf bəs necə olur? Əgər biz hər namaza gəldiyimiz zaman Allah ayədə buyurur ki, gözəl libaslarınızı geyinin buyurursa, biz hər dəfə yeni libaslar alıb geyinib namaza gəliriksə, bu namaza israf sayılır. Əgər biz vaxtımızın böyük bir hissəsini, bütün gecəni namazla keçiririksə, bu da israf sayılır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə edən şəxsə sən məndən deyilsən buyurmuşdur.
mən bəzən oyaq qalıram, namaza qalxıram, bəzən isə yatıram buyurmuşdur. Digər ibadətlərdə də israf vardır, orucda da israf vardır. Mən iftar etmədən orucumu tutacağam deyiriksə, bu da yanlışdır. Mən hələ toxam, biraz ibadətlə məşğulum, Quran oxuyum, namaz qılım deyiriksə, bu da israfdır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Buyurur ki, ümmətim iftarı gecikdirmədikcə xeyir üzrədir. Bütün ibadətlərdə israf vardır, əziz qardaşlar. Həzdə israf vardır, ümrədə israf vardır, təvafda israf vardır, digər bütün ibadətlərdə israf ola bilər. Məsələn, bir müsəlman təvaf edərkən mən daha çox təvaf edim deyir və oranın şərtləri nəzərə almır və məsələn, vaxtının böyük bir hissəsini xəstəliklə, xəstəxanada keçirirsə, bu da ibadətdə israfa aiddir, əziz qardaşlar. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün məscidə gələrkən, Həzrəti Ayşə radiyallahu anhanın rəvayət etdiyi hədisdə görür ki, bir ip var. Səhabədən soruşur ki, bu nədir? Peyğəmbərimizə buyururlar ki, bu Zeynəbin ipidir. O yorulduğu zaman ona yaslanır. Elə ibadət edir. Peyğəmbərimiz buyurur ki, bu ipi qaldırın və onlara tapşırır ki, hər hansı biriniz yorulduğunuz zaman oturun, istirahət edin, özünüzü gümrah hiss etdiyiniz zaman namaz qılın, ibadət edin. Sevgidə də israf vardır, əziz qardaşlar. Əgər bir gənc sevdiyi qadına, mən səndən ötürü ölərəm, özümü körpüdən belə atmağa hazıram deyirsə, bu da sevgidə israfdır. Bir valideyn övladını Allahı sevəcək qədər sevirsə, bu da valideynin övladına qarşı olan sevgidə israfıdır. Halbuki Allah Teala ayədə buyurur ki, وَالَّذ۪ينَ آمَنُوا أَشَّدُّ خُبَّ لِلّٰهِ İman edənlərin Allaha olan sevgisi isə daha şiddətlidir, daha böyükdür. Demək ki, sevgidə də israf vardır. Yəni, valideynin övladına olan sevgidə də israf vardır. Malda da israf vardır. Maşın sevgisində də israf vardır. Əgər sən bir maşını Allahı sevəcək qədər sevəcəksənsə, əgər maşına bir şey olduğu zaman, o zaman sən həyatından belə olarsan. Demək ki, israf məsələsini anlamağa çalışmalıyıq. Əgər bir insan maşını yuyarkən suyun israf olunmamasına diqqət edirsə, digər məsələlərdə də israfın olduğunu anlamalıdır. Sevgidə də israfın olduğunu düzgün anlamalıdır. Çünki sevgidə insan israf etdiyi zaman bu insanı ilahlıq dərəcəsinə gətirib çıxarır. Başqasını, o sevdiyi şeyi ilahlaşdırmağa gətirib çıxardır. Məsələn, bütpərəstlər necə olur ki, bütləri ilah seçdilər özlərinə? Məhz bundan qaynaqlanır. Xristiyanların İsa'nı ilah seçməsi, Yahudilərin Üzeyri Əsəlama qarşı etdikləri, bütün bunlar hamısı nədir? Sevgidə israfdır. Amma Peyğəmbərimiz sallallahu aleyhi ve selləmin biz mötədil bir ümmət olduğumuz üçün, orta yol tutan ümmət olduğumuz üçün, hər nə qədər Allah Resulü sallallahu aleyhi ve səlləmi canımızdan da çox sevsək də, atamızdan, anamızdan da çox sevsək də, onun yolunda canımızı belə verməyə hazır olsaq da, amma biz sevgidə israf edərək onu ilah dərəcəsinə qaldırmırıq. Günahlarda da israf vardır, əziz qardaşlar. Allah Teala Zumər surəsində buyurur ki, 53-cü ayədə, ey öz nəfslərinə qarşı israf edən bəndələrim. Günahlara, öz nəfsinə qarşı necə insan israf edir? Günahlara dalmaqla, tövbəni gecikdirməklə, Allahdan ümidini kəsməklə israf etmiş olur. Dolayısıyla günahlarda da israf vardır. Sad ibn Vakkas radiyallahu anh xəstələnir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onu ziyarətə gəlir. Deyir ki, ya Rasulallah, hiss edirəm ki, ölümün artıq həyatımın sonuna gəlmişəm. Mən malımın tamamını Allah yoluna sədəqə etmək istəyirəm. Məsləhət istəyir Peyğəmbərimizdən. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm isə xeyr buyurur. Belə etmə buyurur. Ya Rasulallah, malımın yarısını sədəqə vermək istəyirəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, xeyr. Ya Rasulallah, malımın üçdə birini sədəqə verə bilərəmmi? Allah Rasulü buyurur ki, üçdə birini sədəqə verə bilərsən, amma bu da çoxdur. Sənin öz övladlarını zənginlik içərisində qoymağın, sabah onların başqalarının möhtac halda qoymağından daha xeyirlidir buyurur. İnsan bu sözləri eşidərkən düşünür ki, bu sualı verərkən Allah Rasulü sallallahu aleyhi ve sellem onu təqdir edəcək və deyəcək ki, sən necə də xeyirxah bir insansan, yaxşı işlər görürsən, övladını düşünmürsən, amma
insanları, müsəlmanları düşünürsən. Amma Allah Resulü sallallahu əleyhi və səlləm xeyir işlə belə israf etməməyi, həddi aşmamağı bildirir. Abdullah ibn Amr radiyallahu anh anladır ki, bir gün Allah Resulü sallallahu aleyhi ve sellem Sad adlı bir sahabənin dəstəmaz alarkən sudan artıq istifadə etdiyini görür və Allah Resulü ona deyir ki, ey Sad, nə üçün belə israf edirsən? Niyə belə edirsən? Sad radiyallahu anh deyir ki, ya Resulullah, axı mən ibadət etmək üçün bunu edirəm. İbadətdə də israf olurmu? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, çay kənarında olsan belə bu da israfdır. Əziz qardaşlar, əslində çay kənarında olmaq suyu israf etmək sayılarmı? Biz onsuz da suyu istifadə etdiyimiz zaman o su göyə buxarlanmır ki, yenə çayda axıb gedir. Amma Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bununla bizə nəyi anlatmış olur? İsraf mədəniyyətini anlatmış olur. Yəni siz nə qədər bollluq içərisində olsanız belə israfı anlamağa çalışmalısınız. Buna həddi aşmamağa çalışmalısınız. Ən təhlükəli israf isə imandakı israfdır, əziz qardaşlar. Məsələn, fasiqlərlə, mücrimlərlə, günahkarlarla birlikdə olmaq imandakı israfdır. Yəni, onlarla birlikdə olduğumuz zaman insanın imanı zəifləyir. Bəzən iman əldən gedir. Belə şeylərə çox şahid olmuşuq. Amma bu israfın qarşısını almaq üçün, imandakı israfın qarşısını almaq üçün nə etməliyik? Rəbbimizin ayədə buyurduğu kimi, Kunu ma'as sadiqin. Sadiqlərlə bərabər olun, salih insanlarla, dürüst insanlarla bir arada olun buyurur Allah Teala. Demək ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əshabını nəinki fasiqlərdən, günahkarlardan uzaq olmağı əmr edir, hətta onların olduğu yerdən belə uzaq olmağı, onların əşyalarından belə uzaq durmağı əmr edir ki, Peyğəmbərimiz Təbuk səfərindən dönərkən Sad qövmünün həlak olduğu yerdən keçir. Peyğəmbərimiz buyurur ki, xəmir yoğururlar, xəmiri tullayın, su götürüblər özlərindən, onu da atmağı əmr edir onlara. Çünki nə üçün? Orada bir Allahın qəhri enmişdir. Halbuki o hadisə 2000-3000 bundan öncə baş vermişdir. Quran-ı Kərimdə Allah Teala cənnət əhlinin, cəhənnəm əhlinə soruşduğu o sualı bizə təqdim edir. Deyəcəklər ki, sizin cəhənnəmə düşmənizin səbəbi nə oldu deyə sual verdikdə onlar 5 maddə sayırlar. Onlardan biri də biz batilə dalanlardan olduq, biz fasiqlərlə birlikdə olduq deyə cavab verirlər. Biz isə məsələni biraz daraldırıq. Məsələni 5-3 məsələdə israfı anlayırıq. Halbuki israf çox geniş bir anlayışdır. Bu ümmət mötədir bir ümmətdir. Əgər biz Allah Resulü sallallahu aleyhi ve sellemin namazına baxıb biz bütün gecəni ibadət edəcəyik deyiriksə və halbuki Allah Resulü belə deyən adam nədir? Sən məndən deyilsən buyurmuşdur. Bütün günü mən oruç tutacağam deyən adama sən məndən deyilsən demişdir. Əgər biz bunları anlayaraq bu vəsfləri özümüzdə daşıyarıqsa biz mötədir ümmət olma vəsfini qazanmış olarıq. Yox, əgər biz məsələlərin sadəcə çörəyin israfı, suyun israfı şəklində israfı bu dar çərçivədə anlayarıqsa, Allahın bizə söylədiyi o muradı doğru anlamış olmarıq. Rəbbim bizlərə israfı həyatımıza doğru bir şəkildə tətbiq edə bilməyi, hər zaman haqqı haqq olaraq görüb ona uya bilməyi, batili batil olaraq görüb ondan çəkinə bilməyi nəsib etsin. Amin.